Sonra başlayabilirim geçmeyimize. Salam deyim herkese, gülüş gelsin üzünüze. Salam güzel sözlerden, ders başlasın sevinçle. Deməli uşaqlar, bugün bizdə digər müəllimlər iştirak edir. Eşidiblərsiniz ki, siz çox fəal uşaqlarsınız. Ona görə səsə sorağa gəliblər ki, görək bu uşaqlar necə dərs öyrənirlər. Oldu mu uşaqlar? Tam fəal olun, sərbəst olun. Oldu? Bəli. Başlayaq. Burada uşaqlar ilk öncə mən təlim nəticələrini qeyd etmişəm. Və bizim mövzumuz burada ən sürətli mövzusudur. Mövzumuzu, yəni biz böyük siniflər olduğumuz gün heç bir deyək ki, üsuldan istifadə etmirik. Mövzumuzun ilk öncə adını açıqlayırıq ki, ən sürətli mövzusudur. Və burada lövhədə uşaqlar, mən təlim nəticələrini qeyd etmişəm. Təlim nəticələrimiz 2 qiymətləndirmə olasıdır. Diqqət edirsiniz, ən əsas məqama ki, əldə etdiyi məlumatlara əsasən mətndəki fakt və fikirlərə münasibət bildirir. Bir qiymətləndirməmiz bu olasıdır. Sözlər arasında məna əlaqəsini müəyyən etməklə söz birləşməsi və cümlələr qurur. 2 qiymətləndirmə aparasıdır. Ona görə də tam olaraq diqqətli olursunuz. Oldu mu? Gəlin ilk öncə başlayaq biz. Sürət nədir uşaqlar? De görüm Ayxan. Amma məsələn, biz mətn oxuyanda sürətli oxuyuruq və burada o sürət adlanır. Biz sürətli oxuyuruq. Hərik. Məsələn ki, biz qruplarla işləyəndə istəyirsiniz ki, sürətli qutarın. Yəni birinci kim tez qutalarsa, o qalibdir. Soncu. Yəni, məsəl üçün biz sürət oxumalıyıq. Yəni, orada biz sürətlə danışırıq. Sürətin, yəni hər bir şeyin sürəti var. Yəni, sürətlə möhkəm qaçmaq anlamındadır. Başqa kimin fikri var? Sərbəst fikrinizi deyin. Yəni, burada mən nöqsan çıxarmıram ki, nəyə düzdür, nəyə. Sadəcə sürət haqqında fikirlərinizi öyrənmək istəyirəm. Aynı öyle de görün. Amma sürət o deməkdir ki, yəni onun mənası gəl deməkdir. Yəni, sürətli, tez, gəl deməkdir onun mənası. Məsəl üçün, biz qaçış yarışı edirik. Orada ən sürətli qaçan qazanır da, yəni qalib olur. Orada biz sürətli qaçmalıyıq, yəni gəl olmalıyıq. Aydındır. İndi biz mətni oxuduqca sürət haqqında daha geniş məlumatlarımız olasıdır. Tədqiqat sualımız, deməli. Tədqiqat sualımız nədir? Mən görə fikir verin. Mətndəki fakt və fikirlərə qarşı münasibətiniz necə olacaq? Biz bunu mətni oxuduqdan sonra və oradan sizin münasibətiniz, fikirlərinizi götürəsiyəm ki, görək siz nə münasibət bəslədiniz. Keçdik tədqiqatın aparılmasına və başlayırıq uşaqlar. Bizim mövzumuz 5 başlıqdan ibarət olduğu üçün, yəni burada səs harar düşməsin deyə ən yaxşısı güc yolu ilə biz mətnlərə baxaq görək kimə hansı başlıq düşürsə o hissəni oxuyuruq. Oldu mu? Götür. Hələ birini götürsün. Bu da sənə. Deməli, birinci mövzumuz nədir bizim? İşıq sürəti. Birinci başlığımız işıq sürətidir. Kimdədir işıq sürəti? Akşendə. Akşendə oxu görün. İşıq sürəti. Dünyada işığın sürətinə çatan... Biraz ucadan oxu, hamı eşitsin. İşıq sürəti. Dünyada işığa sürətinə çatan heç nə yoxdur. İşıq bir saniyədə 3000 kilometr qət edir. Əgər işıq sürəti yerdən hərəkət edərsə, yarım saata Marsa çatar. Yaxud bir saniyədə dünyanı 7 dəfə dövr edə bilərik. Yəqin meşəyə çaxanda dəfələrlə şahid olmuşsunuz. Şahidi olmuşsunuz. Ki, əvvəl işığını görünür. Sonra isə səsini eşidirsiniz. Bu, o deməkdir ki, işıq səsdən sürəti yayılır. İşıq səsdən, yəni daha sürətli yayılır. Kimdə? Deməli, ən sürətli qaçan insan kimdədir? Heyvan var. İnsan.
Vüsal Bolt kimdədir? Səndə. Deməli, uşaqlar maraqlı gələn videolardan və yaxud da mətndə maraqlı gələn məqamları qeyd edə bilərsiniz. İstəsəniz qeyd edirsiniz, istəməsəniz yox. Ən sürətli qarışqa səndə, ən sürətli heyvan, işıq sürətli səndə, ən sürətli qaçan quş səndə. Kənara qoyursunuz, maraqlı gələn məqamlar olanda qeyd edirsiniz. Ən sürətli heyvan. Qalq oxu görüm. Hepar dünyanın en süratli nömrəli heyvanıdır. Əsasən Afrika və Asiyada yaşayır. Sürəti saatda 120 kilometrə çatır. Bu o deməkdir ki, sürətdə bəzi avtomobilləri geridə qoyur. Hər sıçrayışda 15 metr məsafə qət edə bilir. Ona görə də deyirlər ki, sanki hepar havada qaçır. Heparın sürətlə qaçma səbəbindən biri onun incə sümüklərin malik olmasıdır. Digər səbəbi isə uzun quyruğudur. Heparın quyruğu sükan rolunu oynayır. Sükan rolunu oynayır. Videomuz ilə indi açıq gəlin təzdən qayda işıq sürətinə. Maraqlı gələn məlumatları qeyd edə bilərsiniz. Işık sürətiyle hərəkət etsəydik, nə baş verərdi? Bir saniyədə dünyanın 7 dəfə fırlanır. Aya bir saniyə çatardı. Güneşə 8 dəqiqə yarım saniyə çatardı. Işık sürəti kainatda mövcud olan ən böyük sabitlərdən biridir. Bir saniyədə 300.000 kilometr yol gedir. Işık oldukça sürətli olsa da, bütün səthlərdə eyni hərəkət etmir. Misal üçün, su və şüşədən keçən işıqlar bir xeyli azalır. Səbəbi budur ki, boşluqda daha çox enerji ilə sürətlə gedir. Aha. İndi uşaqlar çiçəyə heparda baxaq. En çok ihtiyaç olan şey kaçmak. Bu bəzən onları ovçulardan xilas olmaq, bəzən də ovlarını əldə etmək üçün lazımdır. Ancaq hər iki halda məqsəd eynidir. Yaşamaq. Elə isə dünyanın ən sürətli qaçan heyvanı heparla quşdur. Göl kimi gərilən onun ası, uzun ayaqları və əzəllərinin quruluşu sayəsində saatlı 125 kilometr sürətlə qaça bilir. Qaça biləcəyi ən son sürət isə saatlı 140 kilometrdir. Aha, uşaqlar, saatda neçə kilometr qaçır? 120 kilometr. 120 kilometr qaçır. Hər sıçrayışda. Sıçrayış sözün mənası nədir? Yəni, ani olaraq hoplanmaq, tullanmaq mənasını verir. Nə qədər məsafə qət edir? Neçə metr məsafə qət edir? 15 metr məsafə qət edir. Deməli, bunun quyruğu nə rolunu oynadı? Sükan rolunu oynayır. Digər mövzumuza başlığa keçək. Dünyanın ən sürətli insanı kimdədir? Fərid, qalx oxu. Usain Bolt Yamayka vətəndaşıdır. O qaçış üzrə 11 qat dünya çempionudur. Bir dəqiqə uşaqlar, Yamayka vətəndaşı, deməli Yamayka Afrikanın şimalında yerləşir. Yəni o ölkənin vətəndaşıdır. Hə, davam elə. Çempionudur. Ən sürətli atlet kimi tanınan Bolt 100 metrlik məsafəni 9,58 saniyəyə qaçır. O uğurlar haqqında belə deyir. Bu göstəricilər mənim imkanlarımın zirvə nöqtəsi deyil. Gələcəkdə daha böyük rekordlar qazanacağam. Qeyd etmək lazımdır ki, Hüseynin rekordlarını heç bir insan yeniləyə bilməyib. Hüseyn öz rekordlarını təzələməklə adını bir neçə dəfə Ginnesin rekordlar kitabına sala bilib. Deməli uşaqlar, görün necə sürətli qaçır ki, onun rekordunu Bu heç kim videomuz təkrarlaya Usain bilməyib. Bolt haqqında olacaq. Dünyanın ən sürətli adamı Usain Bolt hesab olunur. Usain Bolt 100 metr və 200 metr məsafələrə qaçışda
dünya rekortlarına sahip olan Yamaykalı sprinterdir. O, 2009 ildə 100 metr məsafəni 9,58 saniyə qət edərək dünya rekordunu yeniləyir. Keçdik digər mövzumuza. Ən sürətli qarışqa kimdədir? Baş toxunmağa. Gümüş qarışqa böyük səhrada yaşayır. Dünyanın ən sürətli qarışqası hesab olunur. Bir saniyədə 85 sm məsafə qət edə bilir. Yəni saatda 3 km sürətlə hərəkət edir. Bu sürət sizə az gəlməz. Axı qarışqa balacadır. Əgər o insan boyda olsaydı, saatda 650 km sürətlə qaça bilərdi. Təsəvvür edin, Usain Bolt saniyədə 4 addım atırsa, bu qarışqa 50 addım atır. Aha. Deməli, Bolt saniyədə 4 addım atırsa, bu qarışqa isə 50 addım atır. Görün bu qarışqanın sürəti nə qədərdir? Usain rekortlarını heç bir birinci yeniləyə bilmir. Bu gün ona deyilən Koreya sadəcə bir qarışqadır. Gümüş qarışqalar saatdə 3 km yol gedirlər. Usain Bolt saniyədə 4 addım atarkən qarışqalar 50 addım atır və öz boylarından 108 qat çox məsafə qət edirlər. Gümüş qarışqa ən qızma istiyə dözən həşəratdır. Onun belə istilərə dözməsinin səbəbi ürküklərlə örtülü olmasıdır. Həmin ürküklər üçbucaq formasında olan boru şəkləndədir. Bunlar iki funksiyanı yerinə yetirir. Birincisi onlar görünməyən qızma günəş şüalarını əks etdirir. İkincisi, bunun sayəsində qarışqa bədənini yığılan istini azaldır. Tədqiqatçılar bu balaca möcüzədən sücanlararaq öz-özünü hər hansı ventilator və digər avadanlıq olmadan Deməli, görürsünüz uşaqlar, necə maraqlı qarışqadırsa, deyir ki, gümüşü rəngdə nələrlə, dürküklərlə örtülüdür və əsas iki funksiyanı yerinə yetirir. Keçdiyi ən sürətli quş kimdədir? Səndə. Ən sürətli quş. Şahin dünyada ən sürətlə uçan quşdur. Qızıl quşlar fəslisinə aiddir. Antarktikadan başqa hər yerdə rast gəlməz mümkündür. Onun üstünə şırılığında saatda 390 km sürət yığa bilir. Deməli, onun üstünə şırıyanda saatda nə qədər kilometr? 120. Yox, şahin quşu. 390 kilometr sürətlə, yəni nağarı şırıya bilir. Keçdiyi uşaqlar söz boğçasını izah eləyək, sonradan ümumiləşdirmə apararıq. Söz boğçasına baxaq, bizə qaranlıq qalan sözlərin izahına. Maşının məsəl üçün rolu yoxdur. Maşının rolundan biz Nəqliyyat vasitəsi deyək. Maşın indi rus dilindədir. avtomat. Avtomat. Avtomobil, hə. Yəni biz o məsəl üçün rolunu oynadanda bu zaman biz onu fırladırıq. Yəni hər tərəfdə o. Yəni pardon quyruğu da yəni o tərpənməsinə kömək edir. Yəni Deməli, burada verilir. Nə? Hepardın hansı hissəsidir? Mətndən axtarıb tapın görün çıkan sözünü. quyruğu. Digər səbəbi isə uzun quyruğudur. Hepardın quyruğu sıçan rolunu oynayır. Keçdik Şahin sözünə. Mən də görəm. De görün. Həm Şahin, həm adam adı da, həm də quş adı. Yəni adam adı kimi istifadə eləyə bilirik və həm də nə quşudur? Yırtıcı olaraq Yırtıcı. quşdur. Bəli, Şahin. Atlet nədir? Kim deyə bilər? Atlet. Kim deyə bilər? Öncə əl qaldırmışdım, buyur deyə bilərsən. Əvvəllər atlet idmançı. Yəni, idman növüdür, Bəli. atlet nədir? İdman. Qaçış, Bəli. nizə atma, bəli. İdmançı, Annem atlet ilə məşğul olan adamlar. Aha, uşaqlar, söz boğçasından axtarmağa çəkinməyin, çünki bu bizə qalan sözlərdir, biz onların mənasını açıqlamalıyıq. Qət etmək. Qət etmək nədir? Yəni annem o yola getmək, o yolu artıq bitirmək.
müəyyən bir məsafəni getmək. Bu da oldu bizim söz boğçamız. Keçdik çalışmaların həllinə. Baxaq görək çalışmalarda bizə nələri deyir. Çalışmaları burada lövhədə göstərim. Siz kitabdan oxuyursunuz. Çalışma B. Kim oxuyar başlanır? Mən Ayxan oxu görüm. hansı cümlələrdə fərqləndirilmiş söz məcazi mənada işlənmişdir? Gəlin ilk öncə təkrar edək görək məcazi mənalı sözlər nəyə deyir? Məcazi mənalı sözlər ağla gələn ilk bütövlüklər. Sözün, hə. Evet, məcazi mənalı sözlər çox zaman feilin yanında Əyləşin, yox. O məcazi mənalı deyil, səhv düzgün. Nədir məcazi mənalı sözlər? Hə, Ayxan dedi. Bütövlükdə bir leksik mənalı bildirən sözlər frezoloji birləşmələr deyilir də. Mən nəyi soruşuram? Məcazi mənanı soruşuram. Məcazi, de görüm. Mən məcazi məna birincidən, yəni öncə Sözün ilkin mənası, Sözün onun ilkin mənası onun həqiqi mənasıdır. Sonradan qazandığı məna isə məcazi mənadır. məcazi mənasıdır. Ay sağ ol, əyləşin. İndi A variantı. Son gün oxu görüm A-da nə deyir? Alpinist dağın zirvəsinə, alpinistlər dağın zirvəsinə qalxdılar. Alpinistlər dağın zirvəsinə qalxdılar. Burada işlənən fərqləndirilmiş söz, zirvə sözü həqiqi mənadadır yoxsa məcazi mənadadır? Həqiqi mənada. Nəyə görə? İzah edin. Hə, özün izah edin. Çünki dağın zirvəsi olur, yəni dağın ən üst tərəfi zirvə sadlar, yəni insanlar ora çıxır. Yaxşı, B-nə? Fərid oxu görüm. Üzeyir Hacıbəyli musiqi sənətinin zirvəsində idi. Musiqi sənətinin zirvəsində idi. Bəs burada zirvə sözü məcazi mənadadır yoxsa həqiqi mənadadır? Həqiqidir. Məcazi Üzeyir Hacıbəyli də dağın zirvəsinə, musiqinin zirvəsinə çıxır. məcazi mənalı. Məcazi mənalı sözdür. Sadəcə, yəni dağın zirvəsi qədər onun sənəti də ucadır. Yəni o mənanı verir. Deməli burada hansı variant oldu? B variantı. Keçdik A-ya. Aynur'u oxu görüm. Mən A. Təzdən. Həmən tapşırıqda A-nı oxu da, ikinci A-nı oxu. A, B veriblər də. Bir həqiqi Cristiano Ronaldo futbol ulduzudur. futbol ulduzudur. Burada işlənən ulduz məcazi mənadadır yoxsa həqiqi mənada? Məcazi mənada. Məcazi mənada. Bəs B-yə baxaq görək. Ayxan. Səma parlaq ulduzlarla dolu idi. Mən bu həqiqi mənadadır. Parlaq ulduzlarla dolu idi. Deməli, A-da məcazi mənada işlənilir, B-də isə həqiqi mənada işlənilir. Keçdik digər çalışmamıza. Nə anladım? Bu çalışmanın başlığını özüm səsləndirəcəm və özünüz hansının doğru, hansının yanlış olduğunu tapasınız. Gəl, qalxın görəm ayağa. Doğru olanda yaşıl kartı addımlayırsınız, yanlış olanda kırmızı kartı addımlayırsınız. Səs işıq sürətindən daha tez yayılır. Doğrudur yoxsa yanlış? Yanlış. Nəyə görə yanlış izahını vermək lazımdır? Mən. Kim deyər? Çünki orada yazmışdı ki mətndə işıq sürəti analitiklərdən səsdən daha tez yayılır. Evet. Çünki dəfələrlə şahid olmuşam ki mən həmişə şimşək çaxanda birinci işıq gəlir, sonra isə səs eşidilir. Bu o deməkdir ki, işıq səsdən daha tez yayılır. Sonra onun videosuna biz baxarıq. Yəni vaxtımız qalarsa baxarıq. Deməli, doğrudur yoxsa yanlış? Yanlış. Keçdik ikinciyə. Hepardın quyruğu qaçarkən istiqamətini dəyişməkdə ona köməklik edir. Doğrudur yoxsa yanlış? Doğru. Amma doğru deyil. Yanlış deyən yoxdur. Yaxşı, izahını verək. Kim verər izahını? Mən deyim, görüm. çünki mən mətndə deyir ki, hepardın quyruğu onun rolunu oynayır. Sükan rolunu oynayır, yəni quyruğun böyük rolu var. Üçüncü, Bolt son rekordunun yenilənməyəcəyinə əmindir. Doğrudur yoxsa yanlış? Nəyə görə yanlış? Çünki o demişdi ki, Mərhələ Hansı hissədə o mətndə varmı o hissədə? De görüm. Çünki o çəhr ərhablar müəyyən zirvəsi deyil. Yəni mən qırdım rekorlar, bu zirvəsi deyil. Baxın, o hissəni gəlin tapaq orada.
Baxın görüm o hissəni, harda deyir onu? Bu göstərici mənim imkanlarımın vəzifəsi deyil. Gələcəkdə daha böyük rekordlar qazanacağam. Deyir ki, gələcəkdə daha böyük rekord qazanacağam. Amma burada deyir ki, Bolt son rekordunun yenilənməyəcəyinə əmindir. Deməli, yanlışdır. Dördüncü, şahin quşları soyuq iqlim şəraitində yaşamır. Doğrudur, yoxsa yanlış? Soyuq iqlim şəraitində yaşamır. Soyuqda yaşamırsa deməli harada yaşayır? İstidə yaşayır da, düzdür? Doğrudur, yoxsa yanlış? Yanlış səsləndirirsən. Baxın, orada var ki, ən sürətli quş mövzusunda həmən başlıqda yazılıb ki, yazılıb mı? Yoxsa yox? Yəqin mətn deyil, mən qarışdırdım, ola bilsin ki. Antarktidadan başqa hər yerdə rast gəlmək mümkündür, mətndə var. Antarktida bildiyimiz kimi buzlu yerdir, düzdür, soyuqdur. Yəni orada yaşamaq, mənfi dərəcədə yaşamaq mümkün deyil. Deməli, doğrudur. Deyir ki, soyuq iqlim şəraitindən başqa hər yerdə yəni yaşayır, görmək mümkündür. Keçdik, düşün və cavab ver bölməsindən. Burada uşaqlar. Riyaziyyatla əlaqəlidir, hesablamalar aparasıyıq. Hər kəs tapşırığı səsləndirəndən sonra cavabı qeyd edir, başı üzərində göstərəsidir. Ki, görək kim doğru hesablama aparır. Markerləri götürün. Deyir ki, birinci tapşırıq. Mətndəki məlumatlardan istifadə edərək aşağıdakı suallara cavab verin. 1. Hepard 3 saatda neçə kilometr məsafə qət edə bilər? Hepard 3 saatda neçə kilometr məsafə qət edə bilər? Hesab bəli, götürün oradan, markerlər götürün, hər kəsə var mı? Götürün. Bir saatdə neçə kilometr məsafə qət edir? 120. Bəs 3 saatdə nə qədər oldu? Göstərinlər biri. Bəli, 3-ə vururuq, deməli nə qədər oldu? 360 kilometr məsafə qət edir. İkincidən, hepard həmin məsafəni neçə addıma qət edər? Hepard həmin məsafəni neçə addıma qət edər? Ben 360'da ayarladım. Yoksa Necə? 360 yani biz burada ve İzmir'de ayarladık. Hepard həmin məsafəni neçə addıma qət edər? Yəni nə edirik? Burada uşaqlar çevirmə var. Diqqət edin. 1 kilometrimiz neçə metrdir? 1000 metrdir. Deməli burada çevirmə var. Həmin məsafədən söhbət gedir. Yəni bu tapdığımız məsafədən söhbət gedir. 120-dən söhbət getmir. Yəni 360 kilometrdən söhbət gedir. Burada nə etməliyik? 360'ı çevirdin. Göstər görüm. Yanlış çevirmişsən. Axı biz deyirik ki 1 kilometr neçə metrdir? 1000 metrdir. 1000'də neçə sıfır var? 3 sıfır var. Bəs sən neçə əlavə eləmişsən? 2 tane. Deməli, yanlış çevirmişsən. Hələ ən sadə yolunu deyirəm mən. Nə olmalıdır? Yox, nə qədər olmalıdır? Aa, 36 bin. 360 bin. Aha, 360 min. Bəli, 360 min eləyir. 360 mini də, axı deyir ki, hər sıçrayışda nə qədər? 15. Deyəndə nə edirik? 3600'ü bölürük 15'ə. Kimsə gəlib lövhədə bölmək istəyirmi? Ben Gəl sonuncu. Gəl lövhədə böl. Aha, tərəfdə bölürsün. Deməli, 60'da 4 dəfə. Bəli, nə qədər? 24.000. Doğrudur. Keçdik, indi ümumiləşdirmə edək uşaqlar.
Ümumiləşdirmədə gəlin bir daha təkrar edək, görək biz nələri öyrəndik. Əvvəlcə gəlin sinfer üsuluna baxaq, sinfer üsulundan sonra ümumiləşdirmə aparatlar yer verilməmiş. Buyurun. Qısaca çəkin. Aha. Birinci uşaqlar, isim gəlin tapaq mövzumuza uyğun. Nə götürək? Sürət. Elə götürək. Sürət. Sürətə aid əlamət bildirən söz götürək. Sürətli, cəld. Sürətli, Cəld. 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 Sonra hərəkət bildirən söz götürək. Qaçır. Sürətli, qaçır. Qaçır. Sürətli, qaçır. Qaçır, Uçur. uçur. Sonra Sıçrayır. gəlin indi Danışır. söz birləşməsi və yaxud da cümlə götürək Sürətli, mətndən. qaçır. Sürətli, Sürətli qaçır. qaçır. Sürətli uçur. Zamanla ölçülür. Qısa yazaq. Nədir? Sürətli Sürətli qaçır. Sürətlə uçur. qaçır. Və bu bizim hansı mövzumuza aid oldu? Mövzumuz ən sürətli mövzusuna aid oldu. Ümumiləşdirmə edək. Nə öyrəndik biz uşaqlar? Nə əldə elədik? Bu mətnlərdən biz nə öyrəndik? Baxın. Sürətlidir. Hər şeyin sürəti var. Hərəkət insanın Bəs yaxşı, bunların içərisində ən sürətli nə oldu? Hansı sürət oldu? İşıq. Bəli, işıq sürəti. Deməli, işıq sürətinə heç bir sürət çata bilməz. Deməli, sürətin biz nə qədər vacib dəyəri olduğunu bildik. Bəli, həyatımızda sürət çox vacibdir. Cəld olmaq, tez hərəkət etmək daha vacibdir. Keçdik. Qiymətləndirmemizə uşaqlar gündəliklərinizi verin. Birinci qiymətləndirməni gündəlikdə aparacağım. Verin, əyləşdirin. Hə, deməli, birinci qiymətlərimiz əldə etdiyi məlumatlara əsasən mətndəki fakt və sonuncülər. Fakt və fikirlərə münasibət bildirir. Baxaq görək hansı uşaq necə münasibət bildirdi. Hələ şahidim, sonra gündəlikdə qeyd edim. Deməli, mətndəki fakt və fikirlərə münasibət ayırd edir. Action 3-cü səviyyə. Son gündən Aynurə mətndəki fikirləri dəqiq və dolğun təhlil edir, fikrini nümunələrlə ifadə edir. Son gündən Aynurəyə aiddir. Alqışlayaq uşaqlar. Daha yüksək Aynurə Daha sonra 3-cü səviyyə mətndəki fakt və fikirlərə münasibəti ikinci yazmışam, onu oxuya da bilmirəm. Müstəqil şəkil. Müstəqil şəkildə ayırd edir. Fərid, bir də Ayxan, Akşin hər biri 3-cü səviyyədir. Aynurə ilə sonuncu 4-cü səviyyə qiymətləndirilir. Keçdik uşaqlar yaradıcı tətbiq etmə hissəsinə. Hər kəs adını qeyd etsin. Başlayaq biraz. Gəl.
Kimdir o? Polad Həşimov. Kimdir Polad Həşimov? General mayor Polad Həşimovdur. Bəli. Neçənci ildə hansı istiqamətdə daha geniş yaza bilərdim? 2020-ci ildə Hə, hansı döyüşlərdə? Tovuz istiqamətində döyüşlərdə şəhid olmuş və nədir? Müharibənin başlanmasına səbəb olmuşdur. Yəni, onun şəhid olmasına görə minlərlə deyək ki, ordumuz ayağa qalxdı, xalqımız ayağa qalxdı və müharibənin başlanmasına səbəb oldu. Daha geniş yaza bilərdim. İkinci, zaman zərflərini seç. Mən burada dərhal mən seçmişəm. sonra daim biraz diskət tərpənə. Daim bunu da seçmişəm. Zərif bu olmur. İnşi olur. Cəld olmur, amma təciblə olmur. Hansıdır burada? İnşir, sonra dərhal, daim. Keçdi üçüncüyə. Üçüncü sual. Sifətin qarşısında dərəcəsini yaz. Açıq sarı, bu azaltma dərəcədir. Dümağ, sağaltma dərəcəsi. Mavi, 6 dərəcə. Bozuntul, azaltma dərəcəsidir. Bozuntul, azaltma dərəcəsi.